Yol polisi sizə saxla əmri verdikdə nə etməlisiniz? Nəzərinizə çatdırım ki, bu 2 qızıl qaydaya əməl etməliyik. 1. Yol polisinin saxla əmrinə tabe olmalı. 2. Avtomobilimizi tərk etməməliyik. Bunları etdikdən sonra yol polisinin gəlməyini gözləməliyik. Yol polisi bizə yaxınlaşdıqda yol hərəkəti haqqında qanunun 37-ci maddənin 2-ci bəndinə əsasən sənədləri təqdim etməyimizi tələb edə bilər. Sənədlərin üzərimizdə olmaması hər hansı bir məsuliyyət yaratmır, yəni cəriməsi yoxdur. Lakin 37-ci maddənin 1-ci bəndinə əsasən hər bir sürücü sənədləri öz üzərində saxlamalıdır. Yol polisi bizi hər hansı bir qayda pozuntusuna görə deyil, sadəcə sənədləri yoxlamaq məqsədi ilə saxlayırsa, ona bildirmək lazımdır ki, yol hərəkəti haqqında qanunun 85-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi nəqliyyat vasitəsi sənədləri yoxlamaq məqsədi ilə yalnız stasionar postlarda dayandırıla bilər. Və salam mənim əzizlərim.